Bugünkü dərsimiz mətn redaktorlarıdır. Nədir mətn redaktorları? Kompüterin ən çox istifadə olunduğu sahələrdən biri yazı yazmaqdır. Və yazı yazmaq üçün bizdə xüsusi proqramlar var. Bu xüsusi proqramlar mətn redaktorları adlanır. Biz əvvəlki dərslərdə proqram təminat dərsində biz keçmişik bunu. Bilirik ki, məsələn, Microsoft Office proqram paketinə daxil olan Word-dür, OpenOffice proqram paketinə daxil olan Writer-dır. Ondan sonra Microsoft'un, Windows'un standart proqramlarına daxil olan WordPad-dir, ən sadə mətn redaktoru olan Notepad-dir. Bunlar hamısı nədir? Mətn redaktorlarıdır. Mətn redaktorları hansı funksiyaları yerinə yetirir? İlk olaraq mətn redaktorları mətn sənədlərinin yaradılması və onların mətndən doldurulmasıdır. Yəni ki, biz mətn sənədi yaradırıq proqramda və başlayırıq orada yazı yazmağa. Bu birinci funksiyadır. İkinci funksiya mətnlərin redaktor olunmasıdır. Yəni ki, biz artıq hazır mətnin hansısa bir hissəsini silə bilərik, hazır mətnə nəsə bir əlavə edə bilərik, yəni əlavə mətn əlavə edə bilərik, qrafik fayl əlavə edə bilərik, diaqram əlavə edə bilərik, cədvəl əlavə edə bilərik və s. Həmçinin biz mətnləri formatlaya bilirik. Formatlamaq nədir? Mətnin görünüşünün dəyişdirilməsi. Redaktə edilmək mətnin məzmununun dəyişdirilməsidir. Yəni mətnə nəsə əlavə etmək və yaxud da mətndən nəsə silmək. Formatlamaq isə mətnin görünüşünün dəyişdirilməsidir. Yəni ki, rəngi, ölçüsü, şriftin növü və s. Daha sonra biz hazır olan sənədləri, mətnləri yadda saxlaya bilərik və nəhayət həmin mətnləri çapa verə bilərik. Bunlar bizdə mətn redaktorlarının gördüyü işlərdir. Gəlin indi biz sizdən mətn redaktorlarına Word proqramının timsalında baxaq. Word proqramını biz necə aça bilərik? Əgər bizdə işçi masasında Word-ün simgəsi varsa, Word proqramının simgəsi varsa, bax burada qırağa qoymuşam, simgə qısa yol, Word-ün qısa yol simgəsi deyək də. Biz bu üzərinə 2 dəfə klikləyərək aça bilərik. Əgər bizdə tapşırıqlar zolağında Word varsa, üstdən klikləyərək aça bilərik. Yox, əgər burada yoxdursa, biz Start menyudan Alt, yəni bütün proqramlar bölməsindən axtara bilərik Word-ü, yazıb da axtara bilərik, ya da ki, əlifba sırasında. Məsəl üçün, Word axırda W hərfin içində gəldi. Burada olmasa, Word-ün versiyasından asılı olaraq M hərfində də ola bilir. M hərfində bizdə Microsoft Office paketi olur və Microsoft Office paketinin daxilində olur. Burada tək burada Microsoft Office Tools var. Bunun kimi açırıq Microsoft Office paketinin içində bizdə Word, Excel, PowerPoint və s. olur. Oradan Word-ü seçirik. Və nəhayət yekun olaraq biz hər hansı bir hazır Word sənədini üzərinə klikləyərək Word proqramını aça bilərik. Gəlin biz Word sənədini açaq, Word-ü açaq və görək bizi nə qarşılayır, nə görürük. Açdıq Word-ü. Word-ü açanda ilk qabağımıza belə bir görüntü çıxır. Burada nədir? Yuxarı hissədə, bax bu hissədə biz şablon Word sənədləri görürük. Yəni biz ağ sənədi seçsək, qarşımıza ağ vərəq çıxacaq, orada yazacaq. Digərləri seçsək, görünüşünə uyğun belə deyək, sənəd açılır və üzərində dəyişikliklər edirik. Son vaxtlar işlədiyimiz sənədləri görə bilərik birdən. Buradan biz ağ sənədi seçək, boş sənədi seçək, yəni ağ vərəqi seçək. Bizdə bu tip bir görüntü açılır. Biz sizlə pəncərənin quruluşunu keçmişik, düzdür? Ona uyğun olaraq Word-də digər pəncərələr, Word proqram pəncərəsi də digər pəncərələrdən çox fərqlənmir. Ümumiyyətlə, yadda saxlayın, əksər proqramların pəncərəsi bir-birinə oxşuyur. Bu ona görə edilir ki, belə deyək, az-çox kompüterdə istifadə etməyə bacaran adam üçün rahat olsun. Yəni, biləsən ki, nə harada yerləşir. İlk olaraq bizdə gəlir başlıq solağı. Nə oldu bu? Başlıq solağı. Başlıq solağında bizdə açılmış sənədin adı və proqram da adı yerləşir. Biz burada baxsaq, dokument 1 yazılır. Çünki biz sənədi yadda saxlamamışıq. Və standart adı olaraq dokument 1 verildi. İkincini açsaq, dokument 2, 3, 4 bu şəkildə gedəcək. Sonra bizdə var pəncərənin idarə edilməsi düymələri var. Minimize idi, düzdür? Bu ikinci düymənin 2 adı var idi. Növdən sonra restore down idi. Bir də maximize olur, rejimi açılır. Bir də
bağlamaq düyməsi idi. Pəncərənin bağlanılması düyməsi idi. Sonra bizdə gəlir menyu zolağı. Bax. Bu hissə bizdə nə adlanır? Menyu zolağı. Deyəcəm. Menyu zolağı adlanır. Fail özü ayrıcı menyudur. Fail menyusu. Hamısını ətraflı keçəcək növbəti dərslərdə. Fail menyusunu biz açarkən sənədin üzərində hansı işlər görülür odur. Yəni, məsələn, sənədi çap elə, sənədi yadda saxla, yeni sənəd aç və s. kimi əməliyyatlar var orada. Fail özü də menyu zolağına daxil olsa da ayrıca menyudur. Aydındır? Sonra bizdə menyu zolağının alt hissəsində bizdə lent yerləşir. Lent. Bax, bu hissə başdan-başa nə adlanır? Lent. Lent nədir? Burada baxsaq görürük ki, home bizdə açıqdır da. Home tab vərəqi deyək. Home menyu zolağında home tab vərəqi açıqdır. Bax, bu əmrlər hər biri home tab vərəqinə aiddir. Aydındır? Biz orada insert'a keçsək başqası olacaq, draw'a keçsək başqası olacaq, dəyişəcək. Sonra bizdə xətkeş var. Xətkeş iki cür olur. Şaquli xətkeş var. Bax, bu hissə bizdə adları şaquli xətkeş. Bir də şaquli yox, üfüqi xətkeş, səhv dedim. Üfüqi xətkeş, baxıram ki, nəsə düz gəlmir. Üfüqi xətkeş, bu da bizdə şaquli xətkeşdir. Mətn abzasların düzləndirilməsi üçün lazım olacaq. Dediyim kimi, növbəti dərslərdə buna baxacaq. Sonra bizdə gəlir, hazırda açılmış sənədin göründüyü sahə. Bu 2A hissə odur. Hazırda açılmış sənədin göründüyü hissə deyək. Yəni, iş sahəsi də deyə bilərik. Bir də bizdə var, vəziyyət sətri var. Baxın, bu aşağı, tapşırıq zolağının üstündə vəziyyət zolağı və yaxud da vəziyyət sətri var. Hazırdakı sənəddə neçə söz var, neçə hərf var, neçə abzas var və s. Hamısı burada görsənir. Bizdə var sənədə baxış rejimləri. 3 rejim var. Bunu da izah edəcək. Sonra var miqyas çubuğu. Çox adam səhvlikdən elə bilir ki, miqyas çubuğunda biz sənədi böyüdüb kiçildirik. Yox, sadəcə miqyası dəyişir. Yəni, qısa istəsək, yaxınlaşdırıb uzaqlaşdırırıq kimi deyək. Bir də sağ tərəfdə bizdə sürüşdürmə zolağı olur. Hazırda sənədimizdə məlumat yazılmayıb deyə sürüşdürmə zolağı aktiv deyil. İndi sizdən biz baxacaq mətnin formatlanması, mətnlərin emalına. Bura qədər sual var pəncərənin quruluşundan. Okey. Biz əvvəldən kopyaladığım mətn var. Həmin mətni yerləşdiririk bura. Nizami Gəncəvi haqqında mətndir. Baxaq, bundan nə etmək var? İlk öncə biz yerləşdirməyə baxaq. Ctrl-V ilə yerləşdirildik. Əvvəlcədən kopyalamışdıq. Yəni ki, paste əmrindən biz yerləşdirə bilərik. Kopyaladığımız sənədi və yaxud da mətni, fərqi yox. Mətni deyək. Biz hansı hissəni istəyirsə seçə bilərik. Amma seçməzdən qabaq gəlin naviqasiya hissəsinə baxaq. Bir qədər böyüdüm, rahat görsənsin deyə. Kamerada düşsün deyə. Məsəl üçün, mən burada kursoru yerləşdirdim. Həmin bax, bu şifahi sözündən həmən qabağa. Kursorun idarə edilməsi düymələri yadınızdadır. Sağa, sola, yuxarı, aşağı, baxın. Sağa düyməsini sıxdıqca hərflərdə bir-bir hərf adlayır. Simvol adlayır. Simvol nədir? Simvol bizdə sənəddə yazılmış hər bir, bu obyektlərin hər biri simvol adlanır. Yəni ki, bizdə Latin əlifbasının hərfləri ola bilər, ədədlər ola bilər, mötərəzələr, durğu işarələri ola bilər, boşluq ola bilər, başqa dildə yazılmış simvollar ola bilər, hərflər ola bilər. Bunlar ərəb hərflərində, bunlar da ola bilər. Bizdə qısası, bunlar hamısı simvoldur. Biz oxlu düymələr, sağa sola gedir oxlu düymələri sıxdıqca bizdə simvol adlayır, sağa gedir. Eyni sola. Aşağı yuxarı bizdə sətir. Fikir versiniz, sətir aşağı yuxarı hərəkət eləyir. İndi baxaq, mən burada kursoru tarixi sözünün üzərində qoydum. Tarixi sözün üzərindədir. Başqa düymələr hansı idi? Home, bir də end. Home ilə end bizdə uyğun olaraq home sətrin əvvəlinə gəlir. End
sətrin sonuna gedir. Baxın, məsələn, aşağı düşək var. Home sətrin əvvəlinə gəlir. Gördünüz, poeziyası sözündən qabağıdır. End isə bizdə ona sözündən sonraya gəldi. Sətrin sonuna hərəkət eləmiş oldu. Page down, page up nə işə yarayır? Bir ekran yuxarı, bir ekran aşağı eləyir. Gəlin baxaq. Burada bizdə sənəddə hazırda ən aşağıdakı sətr nədir? Hafiz, Şirazi, Mövlana Cəmaləddin Rumi və s. sözlər. Düzdür? Mən page down düyməsini bassam, fikir verin, həmin sətr ən yuxarı hissəyə çıxdı. Yəni ekrana sığan qədər, demək olar ki, az fərq edir. Ekrana sığan qədər bizdə yuxarı çəkmiş oldu. Yəni pəncərəmizi, ekranımızı page down, aşağı çəkdi. Yazıda uyğun olaraq yuxarı qalxır. Aydındır? Page up da uyğun olaraq ekranı yuxarı qaldırır. Fikir verdiniz. Hafiz, Şirazi, Mövlana Cəmaləddin Rumi yenə əvvəlki yerində qayıtmış oldu. Aydındır bura qədər? Diqqət. Suallarda düşür. Kitabda görməmişəm. Kontrol düyməsi həmin bu saydığım düymələrin gücünü artırır. Yəni ki, bizdə sağa sola hərəkət edirik. Düzdür? Oxlu düymələrdən. Sağa oxdan, sola oxdan. Simbol gedir. Düzdürmü? Kontrol oxlu düymə bizdə söz gedir. Məsələn, kursora baxsa, kursor istifadə sözündən sonra da düzdür. Bax, kontrol düyməsini sıxıb saxlayıram. Sola gedir oxu vurduqca, bilirsiniz. Fars sözündən sonraya gəldi. Boyunca sözündən sonraya gəldi. Yəni, kontrol düyməsini sıxıb saxlayanda bizdə hərf yox, simbol yox, söz hərəkət edir. Sağa da eyni, söz gedir. Bəs yuxarı aşağı bizdə sətr idi, düzdür? Kontrol düyməsindən yuxarı aşağı bizdə abzasdır. Fikir verin, abzas bizdə hərəkət eləmiş olur. Aydındır mı? Home end düymələri nə işə yarayır? Home end dedik ki, sətrin əvvəlinə, sətrin sonuna gedir. Kontrol düyməsi sıxılıbsa, kontrol home sənədin əvvəlinə, kontrol end sənədin sonuna. Kontrol home fikir verdiniz, nizami sözündən qabağa gəldi. Kontrol end sənədin ən sonuna getmiş oldu. Aydındır? Shift də bizdə seçərək hərəkət eləməyə imkan verir. Məsələn, bax, şifahi sözündə şıdan qabağa qoydum. Shift'i sıxıb saxlayıb, sağa gedən düyməni sıxdıqca, fikir verirsiniz, simbol bizdə seçmiş olur. Aşağı getdikcə də sətr seçmiş olur. Uyğun olaraq Ctrl Shift, sağa gedən düymə bizdə söz seçmiş olur. Fikir verdiniz, söz seçmiş olur. Yəni düymələri müxtəlif kombinasiyalarda işlətmək olur. Aydındır? Dərs əslində uzundur. Mən sizə indi mətnin formatlanmasından bir hissəni deyəcəm. Font qrupunu. Baxaq. Mən məsələn mətnin bir hissəsini seçirəm. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi sözünü seçdim. Biz gəlib buradan bir qədər də miqyası artırım ki, rahat görsənsin. Biz gəlib şriftin növünü dəyişə bilərik. Standart olaraq bizdə kalibr şriftidir. Kalibr şrifti. Açırıq. Müxtəlif yazım növləri var. Fikir versin, üstə gətirib. Məsələn, lap fərqlə bir növ yazdım ki, görsənsin, seçilsin. Hər biri özünə uyğun olaraq müxtəlif formalarda yazmağa imkan verir. Şriftlər yadda saxlayın. Çıxıntılı və çıxıntısız olur. Məsəl üçün, burada hazırda gördüyümüz şriftlər çıxıntısızdır. Məsəl üçün, baxaq L hərfinə. L hərfi bizdə sadəcə düz xətdir, düzdür? Bunun növünü dəyişirik. Qoyaq, məsəl üçün, səhv açdım. Times New Roman qoyaq. Aşağı çəkirik, T hərfində olacaq. Times New Roman. Times New Roman bizdə çıxıntılı şriftdir. İndi məsəl üçün, L hərfinə baxsaq, L hərfinin çıxıntıları var. Görürsünüz? Okay. Sonra biz şriftin ölçüsünü dəyişdirə bilərik. Şriftin ölçüsü standart olaraq 8-dən 72-yə qədərdir. Gətirdikcə üstünə ölçü dəyişir, fikir verdiyiniz kimi. Hansı üstə klikləsək ona uyğun şriftin ölçüsü dəyişmiş olur. 8-dən 72-yə qədər standartdır.
Amma ümumi götürsək 1-dən 1638-ə qədər. Yəni ən kiçik bizdə 1-dir, ən böyük 1638-dir. Burada özümüz rəqəmlə də yaza bilərik. Burada da həmçinin şablon o 8-dən 72-yə qədər olan şablonlara uyğun olaraq şriftin ölçüsünü artırıb azaltmaq mümkündür. Hə? 1638 mi? O bizdə hazırda sənədin ölçüsü A4'dür. A4 ölçüsündə görsənmir. A4 ölçüsündə sığmır, görsənmir. Və sonra bizdə nə gəlir? Bizdə gəlir hərfin, şriftin case'ini dəyişdirmək. Yəni ki, qısa desək, registri dəyişdirmək, yəni böyük və kiçik hərflərlə yazılmağı təmin etmək. Bizdə hazırda nədir? Standart olaraq sentence case'dir. Yəni cümlənin baş hərfi böyük, qalan hərfləri kiçik yazılır. Lower case bizdə hamısını kiçik yazır. Gözü şifahi sözü kiçildir. Upper case hamısını böyük yazır. Capitalize each word bizdə hər sözün baş hərfini böyük eləyir. Bir də bizdə var toggle case. Toggle case böyük hərflərdə kiçik hərflərin yeri dəyişir. Yəni böyük hərf kiçik hərf olur, kiçik hərf böyük hərf olur. Biraz belə maraqlı gələ bilər, əslində işə yarayan bir düymədir. Çünki bəzən olur ki, biz caps lock düyməsi açıq olan halda fikir vermədən başlayırıq yazmağa. Bir də baxırıq ki, bir yazı yazmışıq. Böyüklər də kiçiklər yerləri dəyişikdir. Ondan ağarırıq, yazdığımız mətni seçirik, toggle case verib dəyişirik. Sonra bizdə gəlir şriftin bold, yəni qalın yazı, bold yazı, Ctrl B, yadda saxlayın, bax bu hərfləri. Bold, Ctrl B, klaviaturdan Ctrl B. Vurduq, yazı qalın yazdı. I italikdir, Ctrl idi. U underlined, altı xətti deməkdir. Vururuq, altı xətti yazıldı. Yəni bunların hamısını birlikdə işlətmək olar, ayrı-ayrı işlətmək olar, nəsə istəyirsə. Həmçinin altı xəttidir, biz müxtəlif variantlar seçə bilərik. 2 xətt, qalın xətt, qırıq xətt və s. kimi. Sonra ortasından xətt də seçə bilərik. Ortasından xətt də yazılır. Həmçinin biz bunlara da baxacaq. Mətnin rəngini dəyişdirə bilərik. Məsəl üçün görək və yaxud da ki, olsun ümumiyyətlə qırmızı rəng. Hansı rəng istəyiriksə. Yer gəlmişə Ctrl-Z geri qaytarmaqdır əmri. Mətnin arxa fonunun rəngini dəyişə bilərik. Sarı, yaşıl və s. Burada belə bir şey var ki, mən sətirdən bir neçə sətir seçsəm, arxa fonun rəngi fikir veriniz, sətr aralıqları boş qalır. Bu yalnız şriftin arxa fonunun rəngini dəyişir. Aydındır? Və yaxud da buradan ümumiyyətlə no color seçib aktiv rəngi deaktiv eləyə bilərik. Həmçinin biz yazının bir hissəsini seçib onu word art stilində sala bilərik. Yəni müxtəlif formalı yazılar var. Özümüz də əlavə eləyə bilərik. Kənar xətti, kölgəsi, əks olunması və s. Əks olunma budur. Bax, görürsünüz məsələn, hərflərin altına bir güzgü qoyulur. Həmçinin belə bir şeyə baxaq. Məsələn, bizdə yazmışıq H2O. Suyun məşhur formulu. Düzdür? ISO. 2-ni seçdik və burada 2-ni indeksə indiririk. Və yaxud da 22 bərabər 4 yazdım. 2-nin üstü 2. Seçdik. Onu yuxarı qaldırmış oldu. Var. Ctrl-Shift bərabərdir. Ctrl-Shift çıxaq. Ctrl-Shift plus, Ctrl-Shift çıxaq da deyək. Plus deyə də bərabər götürək. Bərabər də plus eyni düymədədir olsunuz da. Qulaq as. Bu bizdə oldu. Mətnin, şriftin formatlanması. Kimin sualı var? Kim nəyi başa düşmədi?